Öyrədən Sən adlı təhsil podkastımıza başlamışıq və hər birinizi xoş gördük. Əlbəttə ki, podkasta başlamışkən ilkin qonağımız da ən çox əməkdaşlıq etdiyimiz, təhsil sahəsində ən böyük uğurlara imza atan bir şəxs olmalı idi. Əlbəttə ki, Aytən xanım olmalı idi. Aytən xanım, xoş gəlmisiniz. Hoş gördük. Mən istəyərdim ki, siz özünüzü təqdim eləyəsiniz. Nəyə görə? Çünki biz sizi əlbəttə ki tanıyırıq. İzləyicilərimiz də bilir ki, biz sizi tanıyırıq. Amma tanımayanlara özünüzü necə təqdim eləmək istəyirsiniz? Çok sağ olun Aygün Hanım. İlk önce dəvətiniz için minnettarım. Hayırlı olsun podkastınızda. Mən sizin de bildiğiniz kimi Qarabağdan gəlirəm və bugünkü gün qürur verici bir hisslə demək istəyirəm ki, mən Qarabağda yaşayıram, Xankəndidə yaşayıram və elə Öyrədən Səndən də dolayı bir layihə, onu bir kapsayan bir layihənin içindəyəm. Qarabağ Təlim Mərkəzi təsisçisi və direktoruyam və Xankəndidə bu istiqamətdə həm tələbələrə, həm gənclərə, həm də sahibkarlara dəstək məqsədi ilə fəaliyyət göstərən bir şirkətik. Xoş gəlmisiniz təkrardan Aytən xanım. Bu danışdıqlarınızdan yola çıxaraq sizə belə bir sual vermək istəyirəm ki, mənə çox maraqlıdır ki, mən sizi Bakıda tanımışam, biz Bakıda tanış olmuşuq. Daha sonra isə günlərin bir günü gördüm ki, Aytən xanım Xankəndiyə, Qarabağa köçüb və orada dayanmadan çalışırsınız. Bu sual yaranır ki, məndə sizi Qarabağda bu qədər layihə və tədbir təşkil etməyə motivasiya edən, belə deyək, təşviq edən əsas səbəb nədir? Birincisi məncə düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı torpaqlarımız işğaldan azad olandan sonra zaten böyük bir motivasiyası var ki, Qarabağa getsin, Qarabağda bir şeylər eləsin. Amma mənim özümün şəxsi motivasiyam o oldu ki, sıfırdan, yenidən qurulan bir ərazidə dəyər yaratmaq fərqlilik olar. Və dediyiniz kimi mən Bakıdaydım. Bakıda olanda bizim kimi çox adam var. Amma Qarabağda komfort zonasını qoyub Qarabağa gedən adamların sayı azdır. Töhfə vermək istəyən və dəyər yaratmaq istəyənlərin sayı limitlidir. Təbii ki, hər kəs istəyər, amma bu çətinliklər var olduğu üçün hər kəs köçə bilmir. Amma mən bu çətinliyi aşaraq motivasiyam da o oldu ki, orada həyatını sıfırdan quran, tələbəçilik həyatına başlayan gənclər üçün beynəlxalq təşkilatlarla, dövlət qurumlarla bir araya gələrək onların gələcəyinə, onların inkişafına töhfə verəcək layihələrə həyata keçirərək elə bir ki, layihələrə imza atmaq istəyərdim. Ona görə də bu mənim ən böyük motivasiyam oldu və artıq 3-cü ildir ki, oradayam. Bir ilə yaxındır ki, tam köçmüşəm. Yaxşı ki də oradasınız. Çox sağ olun. Gənclər demişkən ağlıma belə bir sual gəldi. Bildiyimiz kimi Qarabağ Universitetinə ildən-ilə qəbullar artır, plan yerləri artır və ora gənclər köçür, gənclər işləyir yeni açılan iş yerlərində. Qarabağ ərazisinə yaşayan gənclər üçün hansı imkanlar var, hansı perspektivlər var? Biraz da o haqda daha geniş məlumat verin ki, dinləyənlər də, izləyənlər də, gənclər də bizi izləyəcək və gələcək karyera planlarını quranda bu sözləri nəzərə alsınlar. Çok gözəl vurguladınız əslində. Qarabağ Universiteti bildiyiniz kimi Xankəndi şəhərində yerləşir. Mən də orada yaşadığım üçün canlı şahidəm və onlarla birbaşa əlaqədəyəm Qarabağ Təlim Mərkəzi olaraq. Qarabağ Universitetinin tələbələri sayı ildən ilə artır və düşünürəm ki, həmişə hər zaman da deyirəm bunu ki, ölkəmizdə ən prestijli və ən keyfiyyətli universitetlərdən biri olmağa doğru gedir və məncə artıq elədir. Niyə? Çünki Qarabağ Universitetinin müəllimləri xaricdə təhsil almaqla yanaşı, xaricdə həm də çalışmış, alimlik dərəcəsini orada alan müəllimlərdir və onların da o xarici təhsili gətirib Xankəndidə, Qarabağ Universitetində o tələbələrə, regionlardan gələn tələbələrə öz bilik və savadlarını ötürməsi artıq bir böyük bir üstünlükdür. Yəni ölkəmizin ən prestijli universitetlərdən biridir Qarabağ Universiteti və uğurlarına da davamlı imza atır. Bilmirəm xəbərdarsınız ya yox, elə gənclərə də buradan məlumat vermək üçün deyim, bir orada yaşayan bir sakin kimi Qarabağ Universiteti artıq mühəndislik fakültəsi, ümumiyyətlə universitet İstanbul Texnik Universitetlə birgə əməkdaşlıq edir. 2 illik diploma da başlayıblar. Eyni zamanda mən Qarabağ Təlim Mərkəzi olaraq da beynəlxalq təşkilatlarla həyata keçirdiyim layihələr çərçivəsində sırf Qarabağ Universitetinin tələbələrinə müxtəlif istiqamətlərdə ödənişsiz təlimlər də veririk və bu təlimlərin nəticəsində onların içindən seçəcəyimiz təlimçilər də olacaq. Bu o deməkdir ki, layihənin davamlılığını qorumaq məqsədi ilə tələbələr məzun olandan sonra orada təlimçi qismində də çalışa bilərlər, iştirak edə bilərlər. Eyni zamanda da Qarabağın quruculuğunda biz indi iştirak ediriksə onlarla birgə, onlar onların inkişafına da töhfə verəcəklər.
İnşallah ümid eləyirik ki, hər kəs Qarabağın inkişafına töhfə verəcək. İnşallah. 3 ildir orada Qarabağda dayanmadan çalışan, eləcə də sahibkarlıq fəaliyyətinə məşğul olan birisi kimi siz nə fikirləşirsiniz? Bugün Qarabağda ən çox ehtiyac duyulan nədir? Təhsil, insan kapitalı, sahibkarlıq fəaliyyətinin artması, yoxsa ictimai təşəbbüslər? Mən ayırmazdım onları. Yəni ayrı seçkilik eləməzdim. Çünki onlar zəncirvari bir-birinə bağlıdırlar. Yəni insan kapitalından təhsil çox vacib bir şeydir, amma onların olmadan zaten sahibkarlıq da inkişaf edə bilməz. Məncə orada daha çox ehtiyac olan hissə bunların hamısını bir araya kapsayan insanlardır. Var. Kifayət qədər ölkəmizdə həm savadlı, təhsilli, sahibkarlıq fəaliyyətinə məşğul olan şəxslər var. Sadəcə olaraq dediyim kimi komfort zonasını tərk eləmək istəyən çox adam yoxdur. Yəni təəssüflər olsun ki, bəziləri gözləyir ki, biraz da inkişaf eləsin, sonra gedim, yəni rahat gedim. Sizin kimi risk alanların sayı azdır deyə. Yəni mən biraz çətini çox sevirəm və çətini bacarmağın ləzzəti daha çox fərqli olduğu üçün onu seçimdir. Bu sadəcə bir seçimdir. Bu məcburiyyətdə deyil və bu üstünlük də deyil. Bu sadəcə seçimdir. Və məsələn mən 7 il Avropada təhsil almışam, uzun illər Qıraqda yaşamışam və özüm də özəl məktəbin burada məzunuyam. Daha sonra da böyük bir Amerikan şirkətində çalışmışam. Amma mən onların hər birini qırağa qoyub ölkəmə qayıtmamın səbəbi dildə deyil, əməldə vətənpərvərliyimi göstərmək olub. O mənim məqsədli şəkildə yox, dolayısıyla gələn bir seçimim olub. Yəni bu genetik olan bir şeydir. Və bu gün də əgər biz xanımlarıqsa Qarabağda o torpaqlarımızı işğaldan azad etmək üçün biz ön cəbhədə savaşa bilməmişiksə, bugün o savaşanların qarşısında mən düşünürəm ki, bizim mənəvi borcumuzdur ki, eyni zamanda dövlətimizin qabağında bugünkü gün orada olan inkişafı savaşaraq daha da inkişaf eləmək. Vuruşaraq, savaşaraq mı deyim, birgə bir araya toplaşaraq mı deyim. Çünki necə deyirlər, güc birlikdədir. Zaten biz 3 xanım da birləşib bir ildə eləmədiyimiz layihə yoxdur. O da zaten bizim bir araya gəlib gücümüzü birləşdirməyimizdən irəli gəlir. Əslində yəni bizim bu saydığımız bütün nüanslar bir-birini bəsləyən bir şeydir. Hər şey birlikdə kompleks şəkildə lazımdır Qarabağın inkişafı üçün. Bəli. Layihələrdən danışmışkən sual verim ki, ümumiyyətlə biz də çox layihələr edirik, layihə edən çoxlu şəxslər də var, bizdən də ilhamlananlar var, biz də baxıb kimdənsə ilhamlana bilərik. İdeyalar çoxdur. Amma ideyaları reallaşdırmaq üçün oturmaq, plan qurmaq, strategiya çizmək lazımdır. Bir layihənin sizcə uğurlu tərəfi nədir? Yəni iştirakçı sayıdır, layihədən sonra əməkdaşlıq sayıdır, yoxsa layihənin texniki hissəsidir, yoxsa layihədə iştirakçıların nə qədər faydalandığıdır. Yəni bir layihənin uğurlu olduğunu deyə bilmək üçün biz layihənin hansı meyarlarını üstün götürməliyik? Bunu mənim sizə deməyim biraz yanlış olar ki, necə eləməlisiniz, necə eləməlisiniz. Zaten məndən illərlə daha çox təcrübəlisiniz. Amma əslində biz indi öz sirrimizi açıqlayacağıq izləyicilərə. Əslində istəyirik ki, onu bərabər açıqlayaq ki, layihələrimizin uğuru sirri nədən ibarətdir? Çünki bunun marağında olanlar var. Yəni necə olur ki, bu 3 xanım birləşib, bu qədər layihə həyata keçirilir, bunun sirri nədir? Uzun illərlə çalışırlar və bərabər çalışırlar hər layihədən. Adətən bizdə belədir ki, bir layihəni edirlər, daha sonra həmin qrupu bir də bir yerdə görmürük, amma biz davamlı olaraq sizlə çalışırıq. Bu siz Qarabağa getmədən öncə də belə idi. Mən düşünürəm ki, mənim şəxsən öz fikrim odur ki, və mənim elədiyim layihələr, istiqamətlər və mövzular çox fərqlidir də. Məsələn, sizlə təhsillə bağlı eləyirik, amma fərqli istiqamətlərdə mən layihələr həyata keçirəm Qarabağda. Birincisi, mənim düşündüyüm odur ki, tık olsun deyə heç bir şey eləmək lazım deyil. Tamam, Qarabağda elədin, Qarabağın adından sui-istifadə eləyib, Qarabağda iş görmüşəm demək olmaz. Bu mənim üçün yəni xasiyyətimə bir zidd bir şeydir. Gedib oranı gəzib gəlmək layihə etdik anlamına gəlmir. Bəli, həm də ki, tək ki Qarabağın adı olsun, mən də iş görüm, mənim də adım Qarabağda hallansın, o da mənlik deyil. Mənim məqsədim və ana, necə deyim, səbəbim orada olmağım faydalılıqdır. Və bir şeydə əgər bir layihə mənə real gəlirsə ki, bu layihənin davamında və ya layihə olduğu müddətdə faydalılığı olacaqsa, mən ona 450 yapışıram. Və yəni şəxsən özüm şəxsi mənfəətimi güdmədən oradakı layihədə iştirak edənlərin vasitəçi olaraq məndən yararlanıb da
məsələn qurumlarla əlaqələrin qurulmasıdır, daha sonra networking artırılmasıdır. Bu artıq dəyər yaradır və bu artıq nəticədir. Nəticə yönümlü işlər görməyə çalışıram. Əslində Aytən xanım, indi sizə cavabını bildiyim bir sualı vermək istəyirəm. Çünki biz də 13 ildir xanım sahibkarlar olaraq bu etaplardan, bu mərhələlərdən çox keçmişik. Onu soruşmaq istəyirəm. Heç olubmu ki, siz hər hansısa bir layihəyə başlayanda ətrafınızdakılar sizə yox, alınmayacaq deyiblər. Əlbəttə ki, dəstək verənlər yəqin ki, çox olub, amma alınmayacaq, bu işə girmə, getmə, eləmə deyənlər də yəqin ki, çox olub. Əslində olmayıb. Niyə? Mən həvəslə iş görmürəm də, istəklə iş görürəm. Düşünürəm ki, həvəs qırılan bir şeydir. O söz var ya, tez alışıb tez sönmək. Bildiniz Kimsə həvəsi söndürə bilər, qıra bilər. Yəni özüm belə özüm edə bilərəm onu. Amma istəyi olanda, bir insanda bir istək olanda elə düşünürəm ki, yəni təbii ki, bu psixologiyası güclü olan bir insana aiddir. Bir insanda bir istək olanda burada artıq əzm də işə düşür və iradə işə düşür. Və mən əgər bir layihəni həyata keçirmək istəyirəmsə, bir də mən çox realistəm də, yəni heç vaxt inşallah, maşallah bunu eləmirəm də, inşallah, maşallah iş görmürəm. Tam real düşünürəm ki, mən bu işi görə bilərəmsə, mən bunu formalaşdırım beynimdə. Və mən bu layihəni həyata keçirmək üçün bir, necə deyim, öndən bir yazıram özüm üçün. Real görürəmsə... Onların olmazını özünüz müəyyənləşdirirsiniz onsuz da. Ondan sonra bu layihənin içində kimləri görürəmsə, onlara olmuş kimi təqdim eləyirəm. Nəticəsini də bir də üstlənirəm də ki, mənəm cavab deyib o layihəyə. Məsuliyyət də mənlikdir və mən bilirəm ki, 450 bir işə yapışanda, bir insan bir şey istəyəndə mütləq şəkildə ki, olur. Və həmişə dediyim şey var ki, çarəsi olmayan və ya mümkünsüz heç nə yoxdur. Yetər ki, istə. İstəyəndə bir yolla tapırsan onu həyata keçirməyə. Və mən istədiyim layihəni, istədiyim tədbiri həyata keçirmək istəyəndə nə yalan deyim, mən onu bölüşmürəm. Mən onu həyata keçirəcəyim artıq addıma gələndə sadəcə dəvət edirəm. Bölüşmədiyim üçün də təbii ki, biri istədiyindən digər alınmaz, biri pis niyyətlə digər alınmaz, biri eləməyim deyə digər alınmaz ya da özü eləsin deyə. Amma bunlara görə yox. Sadəcə olaraq əgər mən bunu məqsəd qoymuşamsa özümə, bu yola girirəm. Bu yolda dəstək alaram, mənəvi və ya fiziki. Amma bir çox halda dedimsə eləyərəm yəni. Buradan da yola çıxaraq onu deyə bilərik ki, sizin layihələrinizin uğurlu olmağının əsas səbəbi məqsəd, məsuliyyət, istəyin yüksək səviyyədə olmasıdır. Bəli, zaten siz də çalışmış biri olaraq da bunu təsdiqləyə bilərik. Bir də məndə bilsiz nə fikir var? Yəni mən Qarabağı, əgər Bakıdakı bütün həyatımı qoyub getmişəmsə, buna dəyməlidir. Dəyməlidir, bəli. Buna dəyməlidir. Yəni mən o Qarabağda oynamağa getməmişəm, tık olsun deyə getməmişəm, özümü göstərməyə getməmişəm. Mən orada həqiqətən dəyər yaratmaq istəyirəm. Nədənsə faydalılıq göstərmək istəyirəm. Ona görə də davamlı durmadan o söz var ya, oturduğum yerdə layihə çıxardıram ki, bunu da eləyim. Dəyər yaradırsınız da. Çox sağ olun. Dəyər yaratdığınıza görə təşəkkür edirik. İndi bir sual verəcəm. Hətta izləyicilər də bu suala özləri də düşünüb, özləri üçün dəyərləndirə bilərlər. İndi elədiyiniz elə bir şey varmı ki, 10 il sonra onu eləmərsiniz? Və yaxud indi elədiyiniz elə bir şey varmı ki, 10 il sonra keçsə də onu etməyə davam eləyərsiniz? Bu hardasa o insanlar bu suala gözəl cavab verə bilər ki, inanıram ki, sizdə də gözəl alınacaq. Stratejik düşünür və 10 il sonrasını belə düşünə bilir. 10 il sonra nə edib etməyəcəyini artıq planlayıb. Əslində bu sualı heç gözləmirdim həqiqətən də. Çünki mən özümə çox uzun müddətli bir hədəf qoymuram da. Yəni 5 il sonra bunu eləyəcəm, 10 il sonra bunu eləyəcəm. Elə bir hədəfim yoxdur. Eləməyəcəyim bir şey düşünmürəm. 10 il sonra bunu etmərəm dediyim bir şey yoxdur. Amma 10 il sonra da bunu davam edərəm düşüncəsi bir işi görəndə bir dəfə üçün görmərəm. Davamlılığı qorumaq məqsədi ilə görərəm və o işin bitişində və ya o işin olduğu dövrdə yəqin ki, yenə də davam eləyərəm o düşüncə ilə ki, özümdən çox başqasına faydalı olsun. Çünki o başqasına faydalı olanda mən ondan qidalanıram. Dolayı olan mənə də yaxşı olur və mənə motivasiya verir ki, yeni bir şey eləyim. Davamlılığı qorumaq, nəticə yönümlü olmaq, bunlara davam eləmiş olaram
və yəqin ki 10 il sonra da Qarabağda olaram. Çünki 10 il sonra da birlikdə olarıq. İnşallah o təbii ki, amma o inşallah ki sizləri də köçürə bilərəm Qarabağa 10 il sonra üçün də. Ona çalışırsan, elədiklərin, paylaşdıqların, bölüşdüklərin elə bizi motivasiya edir ki, yəni insanı buradakı həyatını qoyub Xankəndiyə köçəsi gəlir. Həqiqətən də, yəni bu bizim üçün, biz üçümüz də eyni nəsildənik də, yəni eyni illərdənik. Bizim üçün ayrı bir qürur və fəxr olmalıdır bu ki, mənim üçün elədir, çünki bizim gözümüzü açandan dövlətimizin, millətimizin qan ağladığı dövrdə gözümüzü açmışıq, amma həm də o qələbəni də yaşamış dövrü biz yaşadıq. Ya bunun qüruru ayrıdır da. Ya bizdən sonraki nəsillər birini görüb, birini görmüyor. Ya bizdən öncəkilər ancaq birini görüb. Amma biz həm alınmasını gördük, o torpaqlar üçün ağlamağı da gördük, o torpaqlar üçün sevincdən ağlamağı da gördük. Ona görə də məncə ora bir çoxumuzun, yəni iradəli insanlar, istəkli insanlar, siz həm də Qarabağlısınız da, yəni iradəli və istəkli insanlar, üstəgələt dəyər yaratmaq istəyənlər, o torpaqlara sevgisi olanlar dövlətinə, millətinə, vətəninə xeyir vermək üçün bu dəqiqə yenidən qurulan bir əraziyə töhfə vermək məncə hər birimizin borcudur. Aytən xanım, sizə biraz da şəxsi bir sual vermək istəyirəm. Bu mənim özümə də maraqlıdır. Siz heç yorulmursunuz. Bunu nəyə görə deyirəm? Çünki biz Aytən xanımla bərabər ən böyük işlədiyimiz layihə Qarabağda vətəndaşına təhsil forumu olub. İlk olaraq aprel ayında 11-12 apreldə Qarabağda Xankəndə Qarabağ Universitetində bu layihəni həyata keçirtmişik. Və bu layihə çərçivəsində mən əlbəttə ki daha erkəndən getmişdim Xankəndiyə. Orada gördüyüm bir şey var. Aytən xanım mənə deyir ki, siz gələnə qədər mən boş qalmayım deyə başqa bir layihə yazmışam. Deyirəm, Aytən xanım, siz yorulmursunuz? Ya enerjiniz tükənmirmi? Və yaxud da ki, yorulanda, enerjiniz tükəndə özünüzü necə təzədən motivasiya edirsiniz? Necə, yəni o enerjinizi necə bərpa edirsiniz? Əslində təbii ki mən də yoruluram, fiziki baxımdan yoruluram. Eyni şəkildə də hərdən adam mənəvi də yorulur. Amma bayaq dediyim kimi mən oradayamsa boş oturmaq düzgün deyil də. Yəni 2 dəqiqəyə təzə bir layihə işləmək lazımdır. Mən Bakıdan Qarabağa gələnə qədər təzə bir layihə yazmaq yəni hətta lazımdır. mən bura gələndə belə başqa bir layihənin üstündə işləyə gəlmişəm ki, sizlə olan layihəmizi də yenə müzakirə edək. Yorulmaq təbii ki normaldır və yorulmasam anormallıq olardı, amma motivasiyam odur ki, nələrsə yaradaq. Ora boşdur. Ağ səhifədir. Ağ səhifəyə nə yazdıq odur. Və bugünkü gün orada 2248 tələbə var, 1400 də bu il əlavə olunacaq. O 3000-dən çox tələbənin orada qalmasında bu qədər də olsa rol ala bilməyim mənim üçün çox böyük qürurdur. Yəni əgər o tələbədən 2200, bu dəqiqə 2200 tələbədən 20-sini mən Qarabağda saxlaya bilsəm, sahibkarlarla əlaqələndirərək, onlara layihələr həyata keçirib, o layihədə saxlayaraq, onlara motivasiya olaraq ki, bax sən universitet bitirdin, burada qalıb buranın inkişafına bu yolla töhfə verə bilərsən. O artıq mənə əlavə bir, necə deyim, dəyərdir, motivasiyadır ki, yorulma Aytən, bir dənə də elə, bir dənə də layihə həyata keçir ki, bu da olsun. Yəni sən Bakıdan bütün həyatını dediyim kimi qoyub gəlmirsən Qarabağa, Qarabağda gəlmirsənsə əgər bunun bir dəqiqəsi də boşa getməli deyil. Amma bir şeyə etiraf edeyim sizə, orada boş oturmaq ləzzət edir. O Qarabağın huzuru, Xankəndinin o huzuru boş otursan da Qaça-qaç olmadan insanların, oradakı insanların mən deyirəm də yaşam motivasiyası çox başqadır. Bakıdakı insanlardan çox fərqlidir. Mən orada bir neçə gün keçirdəndən sonra sənin dediyin huzuru, yəni sizin dediyiniz huzuru çox yaxşı başa düşdüm. Oranın özünə məxsus bir huzuru var. Bəli, elədir. Çox başqa bir abu-havası, havası. Bir də bilirsiniz də mən orada tək Qarabağ Təlim Mərkəzinin rəhbərliyi eləmirəm, həm də bir neçə dost şirkətlərə PR dəstəyi də göstərirəm. Ya onlarla bir arada o hərdən olur ki, mənə deyirlər, Aytən xanım, siz nə ilə məşğulsunuz? Deyirəm, hər şeylə. Çox şünaslılıqla. Niyə? Burada hər şeyi adam eləmək istəyir ki, tək ki, necəsə o dəyər yaradasan, töhfə verəsən. Bugünkü podkast bir Qarabağlı olaraq mənə daha çox zövq verdi. Çünki daima durmadan Qarabağdan danışdıq. Mən də əlbəttə ki bir Qarabağlı olaraq öz faydalarımı Qarabağa verməyə artıq başlamışam və gələcəkdə də böyük planlarım var. Aytən xanım deyir ki, mən uzun planlar qurmuram, amma mən inanın ki 10 ilin, 20 ilin, 30 ilin də planlarını çalışıram qurum. Çünki qurulmalı. Əslində mən şəxsi fikrimi belə deyim. Aytən xanım çox emosionaldır. Mən daha çox belə praqmatik, sakit olduğuma görə planları da daha uzun müddətli qururam. Və hər dəfə kimlənsə rastlaşanda, hansısa bir layihə görəndə, əlimdə hansısa bir imkan olanda artıq o imkanlarımı etdiyim işləri o
30 illik planda bəzi xanalara indidən yerləşdirirəm. Ona görə də bugünkü Qarabağdan danışmamız podkastda birlikdə bərabər üçümüzün bərabər Qarabağdan danışmağımız, gördüyümüz işlərdən danışmağımız inanıram ki, izləyicilərə də maraqlı gəldi və nə sualları varsa bu videonun altında yaza bilərlər. Nəsə sualları varsa Qarabağla bağlı biz cavablandırmağa çalışacağıq və sizə təşəkkür edirəm gəldiniz. Teşekkür ederim. Bu qədər iş rejimində bizə vaxt ayırdınız. Bizə zövq verdi. İnşallah sizə də zövq vermişdir. Gəldiyiniz üçün təşəkkür sağ edirəm. olun. Oktyabr ayında müəllimlər günü özü olaraq ikinci dəfə hazırladığımız Vətən Desən layihəsini səbirsizliklə gözləyirəm. Yenə siz oradasınız, amma biz də oktyabr ayında Vətən Desən layihəsinə görə yenidən Qarabağda olacaq. Biz də bunu səbirsizliklə gözləyirik. Sizi görmək bizə həmişə xoşdur. İstər Bakıda, istər Qarabağda. Bugün siz bizim qonağımız oldunuz, amma yaxın zamanda oktyabrda artıq siz bizi qonaq qəbul edəcəksiniz Qarabağa. Mən də çox təşəkkür edirəm sizə dəvətiniz üçün. Bir şey vurğulamaq istəyirəm. Bayaq ki 10 il sonraki məsələn şəxsi olaraq 10 il sonramı düşünmürəm dedim, amma iş baxımından mən də davamlılığı qorumaq məqsədi ilə uzun müddətliliyi düşünən insanam. Bir də Bilirəm axı o sualı bilirəm ki, var. Sadəcə Aytən xanım göz dəyməsin deyə planlarını açıqlamaq yox, istədim. həqiqətən də elə uzun müddətli bir planlar quranda zaten olan layihələrimizin uzun müddətli. Bəli, Ona görə bəli. vurğuladım ki, Qarabağda hələ uzun müddət olacağam. İnşallah ki 10 il sonra da elə orada olmuş olaram. 10 il, 20 il, 30, 40 biz sizi Qarabağda daimi görmək istəyirik. İnşallah, inşallah növbəti nəsillərin də ora töhfə verməsi üçün nə dəstəyi lazımdırsa mən hər zaman hazıram, onlara da deyirəm. Bir də bir şey vurğulayım. Mən son vaxtlar ən çox dediyim sözdür. Məndən soruşanda ki, haralsan? Deyirəm bugün Qarabağlıyam. Yəni bugün hər birimiz Qarabağlıyıq. Həm də ki bu stolda, bu masa ətrafında əyləşən üçümüz də Qarabağlıyıq. Niyə? Bu dəqiqə biz ora üçün orada töhfə vermək üçün işlər görürük. Siz qonaq olmursunuz artıq. Siz də daimi sakinsiniz artıq orada. Bizim oktyabrda olan tədbirimiz böyük miqyasda keçəcək. Yəni addım-addım gedərək birinci 150 nəfərlik tədbir edirsə, bu dəfə 250 nəfərlik tədbir eləməyi hədəfləmişik özümüzə. Növbəti il üçün daha böyüklər eləyəcəyik inşallah. Addım-addım irəliləyirik. Tərəfdaşlarımızın sayı və miqyası böyüyür, ağırlığı böyüyür, tədbirimizin də və planlarımızın da. Ümid edirəm ki, bütün oktyabrda keçiriləcək tədbirdə iştirak eləmək istəyənlər öz həm Qarabağa ilk dəfə gələnlər olacaq, həm Qarabağda özünün biznesini tanıtmaq istəyənlər olacaq. Ümid edirəm ki, biz o 250 nəfərin içində heç olmasa 5 nəfərin Qarabağa çağırıb orada sahibkarlıq fəaliyyətinə məşğul olmağa necə deyim, şövq eləyə bilərik və onlar da hansı güzəştlər varsa onlar haqqında məlumat əldə edərlər və bizim sayəmizdə mi deyim, bizim vasitəmizlə mi deyim, onlar da öz bizneslərini genişləndirərlər, böyüdərlər. Çox təşəkkür edirəm dəvət elədiyiniz üçün, çağırdığınız üçün məni bura. Həqiqətən də ilk qonağınız olmağın qüruru ayrıdır. Xeyirli uğurlu olsun. Hər zaman belə aktiv və mənimlə birlikdə olmanızı arzulayıram. Təşəkkür edirik.